Bəzən bədənimizdə artıq çəki olaraq qalan və pi zənn etdiyimiz şeylər əslində sudan başqa bir şey deyil. Yaxşı, bəs o sular bədənimizdə necə həbs olur? Nələri düz etmirik ki, bədənimiz su toplayır? Mən bu haqda danışarkən videonu yadda saxlamağı və üstəgəl işarəsindən məni izləməyi unutmayın. İlk növbədə bəzi insanlar arıqlayacam deyə gündə 3 litr, 4 litr su içirlər. Yəni su içməyin onları arıqladacaqlarını düşünürlər və bu bədənlərində əlavə suyun toplanmağına gətirib çıxarda bilər. Bu halda böbrəklərimiz bu qədər yükün öhdəsindən gələ bilmirlər, çünki bu qədər su bədənimiz üçün arzu olunan deyil. Bununla bərabər bu qədər çox suyun içilməyi bədəndə olan mikroelementlərin yuyulmasına gətirib çıxardır. İkincisi suyu az içməkdir. Siz əgər gündəlik tələbatınızdan daha aşağı miqdarlarda su içirsinizsə, bədəniniz avtomatik olaraq suların toplanması fazasına keçəcək və qəbul etdiyiniz hər bir mayedən götürdüyü suyu bədəndə gələcəkdə istifadə edilməsi üçün saxlayacaqdır. Üçüncü faktor çoxlu duzdan və duzlu məhsullardan istifadə etməklə bağlıdır. Əgər siz duzu sevirsinizsə, mütləq şəkildə həmin duz içdiyiniz suları bədəninizdə toplayacaq və sizə yenə də artıq çəkilər qazandıracaq. Dördüncü faktor gecə içilən sular. Unutmayın ki, biz yatanda bədənimizdə gedən bütün proseslərin sürəti minimal səviyyəyə enir. Əlbəttə, böbrəklərimiz də normal gün ərzində icra etdiyi funksiyanı tam olaraq yerinə yetirə bilmir. Bu da səhər bədəninizdə şişliklərlə oyanmağınıza səbəb ola bilər.